Salam əzizlərim, hər biriniz bir gündən və yəqin ki yeni bir vlog olacaq. Hər birinizi salamlayıram. Xoş gəldiniz evimizə, yeni vlogumuza. Necəsiz? Həmişə yaxşı olasınız əzizlərim. İndi səhər tezdən bunları tez maşına atdım, yudum uşaqların pastellərini görüntüsünü sizə göstərmək üçün dedim çıxım, çəkim parçasının yəni naxışlarını. Hər cür parçalar var xanımlar. Yılanın hər cür parçaları vardı. Seçim edirsiniz, hansı parçanı istəyirsiniz, orada sifariş edirsiniz, tikirlər. Belə indi bunları yudum, qurusun, ütülüyüm, bunları uşaqların pastellərinə taxım, amma dəyişəkliyi yenə olsa lap yaxşı olar. İnşallah bir dəfə də alaram. Yəni indi ki bunu və evdə özlərində olanlarla dəyişəklik istifadə eləyərəm. Hava baxın belə buludludur. Yağar, ona görə 800 dərəcədə qurutmaya qoydum ki, çox sulu olmasın da 400-ə yox 800-ə qoydum. Biraz qurulansın. Yağsa çıxardıb qapılara falan sərərəm. Qurusun, ütüləyəcəm, ütüləndə də quruyur. Dedim videomu bu görüntü ilə açım, çünki ilk gördüyüm səhər tezdən iş oldu. Onu da sizin üçün çəkmək istədim. Xanımlar, keçdim qonaq otağına. Buradan sizə çəkiliş edim. Qapını örtüm. Nuray getdi kursa, Cəsur yatır. Baxın, bunlar da hamısını evləri təmizlədim, belə deyərdim. Buranı generalni uborka etdim və belə xalçanı belə sərdim. Tam mən istədiyim ölçüdə oldu xanımlar. Da bundan da yekə istəməzdim. Bundan da yekə bu 2.50-nin 3.50-yədir. 3'e olsa vəbşi çox uzun olardı. Bunun ayağının altına da keçərdi. Çox elə yekə də lazım deyil. Tam normadır. Yaxşıdır. Baxın, hələ burada da nə burada yer boşu var da belə. Belə xanımlar, yaxşı oldu. Xoşuma gəldi. Bəyəndim. Divanda Üznürav apardı. Xanım kənarlarından söktü. Yenə biraz qatladı, dikdi. İndi yaxşıdır. Belə keçirdim. Bilmirəm, siz bəyənirsiniz. Mən çox bəyəndim. Buranı düzəltmişim. Elə qapı açıq keçirəm, gedirəm, baxıram, gəlirəm. Nuray da burada dərs edirdim. Amma nəyə baxırsan? Deyirəm, sənlə deyiləm, otağa baxıram. İnsan təzə nəsə olanda gedir, gəlir, baxır. Tapışqanı da soyunum, tap-tap eləyir. Baxın belə. Baxın, buradan birisi, baxın, belə sadə xalça kimi görünür. Yəni, parıltısı düşürmü buradan? Yox. Bilmirəm, yəni çəkim. Amma bu tərəfdən baxanda parıldayır. Rəngi başqa cür görünür buradan baxanda. Bu tərəfdən baxanda bir parıldayır. İndi kameraya o dərəcədə düşmür. Belə. Baxın, divanda belə. Bundan parça qaldı. Xanım hələ bir işim var, ona görə tikmədi. Dedim, gör nə qədər padoşka üzü çıxarsa, tiksin, versin. Evdə onsuz da lazım olur. Baxın, belə xanımlar. Buraya qədər keçdi. Baxın, burada belə. Yəni, tam dibinə kimi olmasa da, amma yenə də keçən dəfə nə boyda açıq qalmışdı. Düzdür, yenə enini tikib. Yox da belə olmalıdır. Prosta bizim divan çox yekədir. Standartda elə bir böyükdür də bu oturacaq yeri. Çünki parça 1.40 idi. 1.40'ı da kəsəndə 70-70 olur. Bizim elə bura Cəsur ölçmüşdü. Biz elə ölçmədik gedəndə. Zəng gəldik, Cəsur ölçdü. Dedi ki 67'dir də elə bir bu. Bu tərəf 67. Buranı ölçmüşdü. Belə 67 gəlmişdi. Belə xanımlar, qəşəng oldu. Dəyişik oldu. Həm də elə bir padoşka üzləri daha sıx, biraz balaca kimi oldu. Qəşəng kip kimi oturdu. Üstündən boş deyirlər. Ümumiyyətlə boşalmadı bizim padoşkalar. Belə divanlar bəzi evlərdə görmüşük. Padoşkası sonra çox yumuşaq belə halsız, amma bizim padoşkalar möhkəm dururdular. İndi bu çixolla da lap qəşəng durdular. Belə bu hələ Nuray dedim ki, Nuray stolda heç nə qoyma. Mən burada çəkiliş edəcəm. Yəni də kitabı. Baxın, bu klyonkanı da 4 qat etdim. Bunun üstünə saldım ki, yəni burada istifadə etdiyi yerdə olsun. Əslində şəffaf klyonkan var. Yəni yəqin ki, xatırlayarsınız da xanımlar, köhnə izləyicilərimiz bilər. Şəffaf klyonka, süfrənin üstünə şəffaf klyonka da keçirirdim də.
ondan da adam yorulur. Çünki bura elə bir qonaq otağı kimi qalmır da xanımlar. Süfrə elə durmur burada. Qız burada dərs eləyir, gecə gündüz burdadır da. Ona görə baxın süfrə bir yana gedir, klyonka bir yana gedir. Süfrəni düzəldirsən klyonka əyilir. Klyonkasını düzəldirsən o şəffafı, altda süfrə əyilir. Ona görə adam bezir. Əslində oradan elə buranı düzəldəndə Cəsur sağ olsun mənə kömək elədi. Çox stolu götürdük, qoyduq, divanı çəkdik, arxasını təmizlədik. Divanın altından elə çayniklərimi çıxartdım. Çaynikləri də dəyişdim mətbəxdə. Klyonkaları istəsəm oradan götürərdim. Götürmədim də o şəffaf klyonkaları da qatlayıb. 2 dənə də məndə şəffaf klyonka qatlayıb elə ora qoymuşam. Da götürmədim. Dedim qoy elə belə qalsın. Mənlə ömür yaşayası deyil ki, süfrədir də xanımlar. Baxın belə beynimə düşdükcə süfrəni bax belə dəyişirəm. O da tez-tez yox. Mən sonuncu dəfə elə video başlayan illəri ondan bir il öncə sonuncunu almışdım. O da çox yekə idi. O elə bir stolun açıq halına yaxşı idi da. Bu indi stolumuzun bağlı halıdır xanımlar. Baxın bu stolumuzun elə bağlı halıdır. Açında da biraz artır. Ortasında baxın bu boyda. Baxın bu boyda belə bir taxta var. İndi bunları götürəcəm buradan. Bunları götürəcəm şəkil çəkmək üçün. Süfrə aydın görünsün. Baxın süfrənin də naxışı belə. Baxın bu üst tərəfidir. Bilinir ki bura üzdür. Bax bu dik bu üzdədir. Arxasında deyil. Bəlkə də siz hamı görərək, prosta mən gözüm zəif görürdü. Mən onu hiss eləmirəm. Baxın bura arxadır. Görürsünüz burada qabarcıq deyil bura. Həm də tikilişindən görürsünüz bura astar kimidir. Bu tərəf astar kimidir. Baxın belə bir şeylər buradadır. Görüm düzmü deyirəm? Hə, baxın bu üzdə. Deməli bura üst tərəfidir. Belə bir dənə gülünü dəyişə bilmədim. Çünki həm dəyişmək də istəyirəm xanımlar, həm də bundan da başqa mən gül bəyənə bilmirəm. Nə qədər yoluq vəziyyətdə də olsa, yoluqluğunu deyim də sizə. Baxın misal üçün bu. Bu açılıb belə. Nə bilim. Belə. Yəni dəyişmək istəyirəm də, amma inanın ki, vallahi heç birini də bəyənmirəm. Mən bəyənə bilmirəm bura gül. Orxideyalar var idi. 10 manata, 13 manata. Rəngləri də açıqdır sözün düzü. Tez çirklənəsə bir də ki, elə çox da uzun deyilər xanımlar. Yəni buna baxın, bax bu qabın dibinə qədər hələ boyu var. Yəni belə mən belə gül istəyirəm. Yəni elə bir ki, axtarıram gül, amma fikrimdə beləsini tutub axtarıram. Bir səbəb o. İkinci səbəb gördüklərim ürəyimi açmadı. Üçüncü səbəb də Raf eləcə məni tələsdirirdi orada. Alırsan, bir şey əli vuran kimi alırsan, götürürsən, yəni gül barədə. Dedim yox, götürmürəm, ürəyimcə deyil. Birdən götürərik, gətirərik, qısa olar. Misal üçün güldanın içinə girər xanımla, bir dənə başı buradan belə qalar. Yox da, elə tanışımız da yox idi gül çiçək olan yerdə. Elə rəvanın güllərini aldıq, vəsə. Belə, başqa burada nə var? Bir də jurnalın süfrəsində açdım, saldım üstünə xanımlar. Baxın belə. Belə qoyanda üstünə öncəkini belə burub eləyirdim, gerçək belə qırışdığı kimi dururdu. Elə alınmır, bu elə bərk ağac kimi durur. Ona görə elə düşündüm ki, bu formada durmağı daha yaxşıdır, belə daha yaxşı durdu. Onlarda biri mənimdir, biri mamandır, açmıram. İndi nə vaxtsa mama ilə gedərəm, ya özləri gələr, mamankini verərəm, sonra hansını istəyər götürər. Sonra da digərini mən açıb istifadə edərəm. Onu da istifadə edərkən oğlan dedi, satan. Mən soruşdum ki, bunların yəni suyu olurmu da, satılırmı? Elə belə suda, yəni su nədir o içindəki maye nədir? Ondan alıb tökəsən, yəni bir də belə qab almayasın da, yəni çöplər var, qab var. Dedi, düzdür, olur, satılır, amma deyir, onlar elə keyfiyyətli olmurlar. Bir də ki, istifadə vaxtı dedi ki, içində dedi, bilmirəm, 5 mi dedi, 6 mı çöp var, narsa çaçıb baxmamışam. 5 mi 6 mı çöp var, məsləhət görürəm ki, onların hamısını taxıb istifadə etməyəsiniz. O zaman deyir, tez qutarır, tez uçur gedir. Birini və yaxud ikisini istifadə edin, çevirmək lazımdır. Dedim, onu bildim, biraz islanır, bir tərəf durur, sonra o bir üzünə çevirirsən də çöpü. Dedi, yəni 2 dənə çöpdən artıq istifadə etməyin, onda tez qutarır. Belə və bu originaldır xanımlar. Bunu yəni bilmirəm, mən bilmirəm, heç vaxt almamışdım. Özünüzdə görsə olsa, vloqlarda görərdiniz. Yəni Raf zəng gəldi, soruşdu ki, harda var da, tanışından kimləsə burada originalı, saxtası elə bir şey olurmu bunların? Dedi, hə olur. Original olan yeri bizə dedilər, Aptavoydu ora.
Elə bizə ştuçunu verdilər, 3 dənə götürdüm. Belə xanımlar. Bu da bir də bunu da gətirmişəm tostoran. Tostoranı da indi sizə onun müsbət və mənfi cəhətlərini özüm üçün də, mənim üçün nəyi müsbətdir, nəyi mənfidir, onu sizə deyəcəm. Digər tostoranım kimi eynidir. Bu 1600 wattlıqdır, evdəki 2200. Amma bu təzədir deyə, nədir deyə, yəni evdəkindən daha güclü çəkdi. Xanımlar, çəkməyinə çəkdi. Bir mənfiliyi bunun odur ki, şnuru qısadır. Yəni uдлинитель istifadə etdim. Çünki belə deyim də, yəni bizim nətər deyim, evdə yekədir. Biz şnuru istəsəm orada taxsam, o başa qədər getmədi xanımlar, rahat ora çatmadı. Mən adətən şnuru ora taxmıram, televizorinkine toxunmuram. Mən adətən evi tostoranın yanında bura keçirdirəm, baxın tostoranın şnurunu. Elə uдлинителdə ora keçirdim, bunu da ucuna keçirdim. Çünki tam başa qədər getmədi. Bura qədər gəlir xanımlar. Baxın, bura qədər gəldi, dayandı. Yəni ora getmədi. Uдлинителdən istifadə etdim. Yəni otaq da uzundur da. Yəni bura 7 metrdir, səhv etmirəmsə uzunluğu. Elə koridorun o başından taxırdım. Öz otağımızı tostoranırdım. Öncəki tostoran gedirdi. Orada getmədi. Yəni uдлинитель orada istifadə olundu. Belə, yəni uдлинителdən istifadə etdim. İkincisi o. Üçüncü də tostoranlayıram. Birinci təzə başında görürsən ki, xalçanı qaldırmaq var. Qaldırır biraz, yapışdırır. Çox bərk yapışır xalçaya. Sonra gördüm ki, elə bil ki, dırıldayır, içində fırlanır, zibili yığır. Amma elə bil ki, yaxşı yığmır, mənə elə gəldi. Apardım, istifadə etdiyim, yəni evdə, onu deyirəm, yəni evdə yekədir xanımlar, otaqlarda çoxdur. Məndə Allah verib, mən bir otağı 1 saat tostoranlayıram da, elə bil, çox tostoranlayıram. Baxın, bu filtrdir. Birinci tozlar əmələ gəldi, burada oldu. Sonra elə bir ki, zibil kimiləri qalır orada, toz kimiləri buna dolaşır. Bunun üstü dolaşdı belə. Mən düşündüm ki, yəqin ona görə yaxşı çəkmir. Nəsə elə bir yaxşı çəkmədi. Təmizlədim, apardım həyətdə. Sonra qonaq otağını elədim, gördüm ki, indi yaxşı çəkdi. Deməli, bunun üstü örtüləndə o demək ki, yaxşı çəkmir. Bəlkə sizlər bilirsiniz, mən bilmirəm, elə sizə deyirəm. Yəni, indi ilk dəfədir beləsini istifadə edirəm və deyirəm də xanımlar sizə. Yəni, bunu gördünüz ki, üstü örtülüb, onda deməli yaxşı çəkmir. Üstünü təmizlədim, gətirdim, təzədən qoşdum, yaxşı təmizlədi. Yəni, mən təzə olaraq bunu istifadə etməyə açdım. Deməli, 1, 2, 3, 4 otaqların hamısını elədim. Kuxunada mənim xoşum gəlmədi, düzü. Gördüm ki, yaxşı çəkmir. Təmizlədim. Sonra qonaq otağını yenə tostoranladım bununla. Onda yaxşı çəkdi, təmizləmişdim deyə. Ümumiyyətlə, təzədən sonra yenə kuxunuya yenə qayıtdım. Ürəyimdə qalıb, bax, elə biləm, buranı yaxşı çəkməmişdi. Oranda tostoranladım, sonra bütün işlərimi qutarandan sonra təkrar yenə təmizlədim. Deməli, mən bu evi təmizləyərkən bir ortada təmizləməliyəm, bir də bitirəndən sonra bunu təmizləməliyəm. Dayı dedi ki, bunu yəni su vurmaq olmaz filtrinə. Apardım həyətdə, elə çaşqasan, dibinə də zibillər yığılmışdı, bir damcı. Onu tökdüm və şotka ilə bunu belə təmizlədim, zibil klokun içinə belə tökdüm tozlarını. Yəni, bu tutulanda deməli, yaxşı çəkmirmiş. Bir o, yəni tez-tez bunu təmizləmək lazımdır, yəni istifadə etdiyi müddətcə. Sonra başlığı yaxşıdır, yaxşılıqlarını da deyək də xanımlar. Başlığı yaxşıdır, yüngüldür, rahatdır, arxanca sürünüb o biri tostoranı gəlmir, ayağa dolaşır da, xortumu da onun. Baxın, belə-belə əyilir, bu yaxşıdır. Bir də ki, bir də pisi var. Baxın, misal üçün, bura biraz söndürdü, bura biraz girir. Baxın belə, bura girdi, bura girir. Amma mətbəxinki biraz aşağıdır. Mətbəxdəki şkafların altına girmədi. Sonra yataq otağımızdakı şifanerin altına girmədi. Oranı elə bir ki, yalnız silməyə qalır da, girmir altına. Amma belə yüngüldür, rahatdır, yaxşı da çəkir. Əldə istifadə etməyə çox yaxşıdır, çox rahatdır. Belə, digər tostoranımı qoydum uşaqların otağına ki, dedim sizə lazımında burada bununla tostoranlayın, buna dəymin. Əslində bunu görə uşaqlar istəmişdi, almışdım, amma deyirəm bir də risk vurarlar xanımlar. Burada qırılar da, çaşqada, uşaqda da istifadə edilir. Elə o tostoranımın xortumunu elə onlar xarab edirlər. Bilirsiniz necə? Tostoran gəlməyəndə dartırlar. Dartırlar xortumu dibindən. O xortumu dəyişməkdən daha hər dəfə videoya çəkmirəm ki, rafla bezib onu alıb yeniləməkdən. İndi hal-hazırda skoçda qalıbdır. Amma onun, məsələn, şvabrası belə açırsan da, ucduğunu uzun olur, hara istəyirsən salırsan, çıxardırsan. Bir dənə o arxayla gəlir, bir də o
xortum adamın ayağına dolaşır, tak tak dizlərimə dəyir, elə ağrıdır ki, özü də ağır da dəyir. Bir də ki, bax o xortumu dibindən tez-tez qırılır. Belə onun da ayağını bax o şotkasında dəyişmişik neçə dəfə, xortumunu dəyişmişik belə. Amma motoru yaxşıdır, işləyir. Belə xanımlar, bu da aldıqlarımız belə. Buranı da götürüm, də otağın şəklini çəkim. Mən keçim mətbəxə. Yemək hazırlamalıyam. Nə bilim, axşam meyvə falan aldıq. Gəzəndə, Rafla gələndə. Onları yerləşdirim. Belə əzizlərim, baxın, bu da yaxşıdır. Elə Nura burada istifadə edər. Lazım olar qonaq gələndə açarıq. Elə böyle pis vəziyyətdə deyil. Prosto yenə də dəyişmək istədim ki, xoşlayıram ki, otaqda süfrə parçadan olmalıdır. Prosto bizim uşaqların otağı da elə oldu ki, ikisində bir otaq oldu. Əslində ev tikilən vaxtı biraz proyekt başqa olsaydı yaxşı olardı. Misal üçün o otaq olardı birinin, hansı ki ikisi də bir otaqdadır. O olardı birinin, mətbəxi də birinə edərdik otaq. Hamamımız da çox böyükdür bizim hamam otağımız. 3-ün 3-ədir. Onu da 1 metr artırsaq ya nə tərsi eləsə, yəni orada olardı mətbəx və hamam tualet qismini elə pilləkəndə nə deyirlər belə pilləkəni böyük edib onun üzərində hamam tualet belə tikmək olardı da. Ona görə uşaqların otağı bir otaqdadır, böyükdülər, hərə öz işinə məşğul olur, bir-birinə mane olmamaq üçün belə. Nuray daha çox buradadır. Bura elə bil Nuray yalnız ora yatmağa gedir. Bütün işləri nəyə var, dərsi də, hər şeyi də burada həll edir. Çünki orada alınmır. O da kompüterdə iş görür, onun səsi olur. Oturmağa da rahat yer yoxdur. Məktəb şkafında üstünü o qədər doldurubdur ki, yəni kitab, dəftər, yəni orada barmaq qoymağa yer yoxdur. Bəzən kosmetik əşyalarında qoyur, nə bilim, vaxtında da yığmır, çatdıra bilmir də, çatdıra bilmir. Çatdıra bilmir, evdə tapılmır, gələn kimdə elə tez dərslərini eləməyə çalışır, saat 3-ə 4-ə kimlərsіз yatmır uşaq. Belə xanımlar. Baxın, bu da süfrəmizin görüntüsü belədir. Belə əzizlərim, başqa nəsə demək istəyirdim. Sonra birdən deyirəm, çəkiliş etdim falan şey demədim, amma danışdım ki, yadıma nəsə düşsün, demək istədiyim söz. O söz düşmədi, sonra başqa iş göründə yadıma düşəcək. Belə bunları dəyişə bildim xanımlar. Dedim ki, neçə ildir elə eyni vəziyyətdədir. Qoy bir dəyişiklik olsun. Bunlar da o birlərini yumuşamı, sərmişəm xanımlar. Onlar da qurusun. Onları da qatıb götürəcəm, yayda istifadə edərəm. Yəni elə də pis vəziyyətdə deyirlər. Onlar prosto insanın göz yorulur da bəzən. Belələrindən istəyirdim, sadə istəyirdim xanımlar. Onu pisdimi, yaxşıdımı özüm almamışdım. Muraf özü ilə alıb gətirmişdi. Mən də ilk elə onu gördüm, elə bəyəndim, xoşuma gəldi də belə. O vaxtı elə alındı, Raf alıb gətirmişdi. O yüzden onu Raf necə almışdı? Bir dənə divan üstü idi, 2 dənə də kreslo üstü almışdı. Onu qaytarıb eləmək olmadı. Ona görə apardı dərziyə. Elə bil ki, nətər elədi. Yox, ikisi kreslo üstü değildi. İkisi eyni değildi. Üçü də hərəsi fərqli razmerlərdə idi. Nəysə, birini kəsdi, birini bu tərəfinkinə calada dikdi, birini də bu tərəfinkinə calada dikdi. Yəni elənçi oldu, uzatdı. Elə 8-10 il olar da biz bu divan olmuşuq deyəsən. Hələ onu istifadə edirik. Belə xanımlar, çıxaq da bu otaqdan, bilmirəm, indi sizlər nə isə bəyəndiniz, bəyənmədiniz, təbii ki, zövqlər müxtəlifdir. Belə deyim də, yəni mən etmişəm, yəni istədiyim bir şeylərdə hamısı, heç bir şeydən də narazı deyiləm, hamısından razıyam xanımlar. Yaxşıdır. Allah hamıya ruzi yetirsin, hamı istədiklərinin evinə ala bilsin, istədiyi kimi etsin. Tostoranıma da razıyam. Yüngüldür, rahatdır. Yəni 50 manata bundan artıq nə olasıydı xanımlar. Rahatdır. Bir dənə tez təmizləmək lazımdır ki, otaq təmiz desən, onu mən bildim. Yəni bizim ev böyükdür deyə. Bizə üçün Nuray onu əlinə alıb bütün evləri təmizləyib çıxarsadı, heç ora bəlkə də dolmayasadı, amma mən çox tostoranlıyıram da xanımlar. Mən çox edirəm.
Əslində o çox eləmək də yaxşı deyil. Elə xalçanı bütün tüklərini yolursan da. Yəni təmiz. Əslində nə var ki, deyirəm Cəsur, niyə içində heç nə yoxdur bunun? Mən getdim oranı. Əslində toz yoxdur. Çirk olmur ya xanımlar. Zibil yerində, yəni bax burasına heç nə düşmübdü. Yəni bir iki dənə elə belə şeylərdi, bir iki dənə. Bura xalçanın tükündən örtülmüşdü, belə deyim də. Hə. Götürüm amma təmizdir. İndi sən nə istəyirsən ki, tozsoran almısan, din sıraz onun üçün də olmalıdır. Deyirəm, nə bilim, biri tozsoran deyirəm, otaqları təmiz çıxır. Belə xanımlar, keçək. Gələndə də özü taxar. Eynəyini niyə götürmübdü? Belə xanımlar, bir də görək oralarda vəziyyət nədir? Bir dənə dərmanımı içmişəm, paltar sərmişəm. Sizin üçün çəkiliş etdim, işə. Belə bu da mətbəximizin hal-hazırki halı. Hələ heç nə eləməmişəm demək olar ki. Qazanı da istifadə üçün burada qoydum. Bunu yuyacağım xanımlar. Onu istifadə eləyəcəm. Bu da axşamkilardır. Bu da meyvə qabımdır. Onda. Bayaq qız gəlib, hə dedim amma deyir, bunları deyir mən neyniyim? Getirib bura qoyub. Dedim ki, at neynəməlisən? Boşalıb qutarıb xanımlar. Bax boşdur, mən bunu nəyəm lazımdır mən? Bu deyir, atam deyir, Türkiyədən almışdı bu doxunumu, amma mən bunu atam. Deyirəm, ay Nuray, boşalıb at, Türkiyə olmasın, Amerika olsun da neyniyək? Yox, deyir, mənim əlim gəlmir atmağa. Sən atarsan. Əslində mən dedim ki, bura atmayla, yəni bura zibil qabı balacadır da, tez də olur. Apar həyətə at günə. İndi tənbəlliyindən nədir? Bax, burada qoydu, getdik, güya qıymır atmağa. Qıymırsan, o neyniyəsiyik, qızım? Yəni, ora qoydu ki, mən atım. Belə xanımlar. Mənə pay saxlayıb da, atarsan at bura. Limonlu suyumu edim. Belə, çayniklərimi də çıxartdım. Bunları xatırlayarsınız da xanımlar. Bunu bir də bu dem çaynikini də çıxartdım. Bunları istifadə etdikdən çıxartdım. Evləri təmizləyərkən, oranı dəyişərkən. Baxın, bunun rəngi belə elə bil ki, biraz qızılı kimidir, bu bozdur. Prosto mənim dəqiq yadımda deyil. Mən təz elə alanda bu belə boz idi, yoxsa sonradan mı qızardı, onu bilmirəm. Bizdə burada uşaqlar özləri yandırırlar qaz içində. Nəsə yandırırlar, pişirirlər, isidirlər çayniki. Baxın, bunun karıbkasında üstündə mən gördüm də şəkildə. Qaz yandıranda, qaz bunun alov buralarından çıxırsa, onun üstündən xət qoyulub. Yəni ki, çox yandırmaq olmaz, üzünə dəyməsin. Üzünə dəyməsin, qızartmasın, yəqin ki, pis eləməsin, yandırmasın. 100% mənim uşaqlarım bunu bax elə qazı yandıranda çox açırlar, nədir? Bunun üzü qızarıb. İndi bilmirəm, bu paslanmaz poladdır mı, nədir? Yadımdan çıxıbdır. Amma yadımdadır ki, mama ilə Könül Sədərəkdən almışdılar özlərini. Mən bunu Essentrikdən almışdım. Bilmirəm, 50 manatamı, 45-ə mi mən aldım. Sevinirdim ki, sizdən 5 manat ucuz almışam da. Bilmirəm, amma onlarınki ilə bomboz rəngdədir xanımlar. O da var. Mənimki qızardı ya, ancaq. Bilmirəm, indi mənimki nəsə yaxşı çıxmadı mı, nədir, qızardı. Bilmirəm. Baxın, belə-belə üstündə baxın, belə-belə, siz düzdür məni görürsünüz, baxın, belə-belə ləkələr var. Bir də ki, bizdə o var ki, çayniki raf çox doldurmağa qoymur, deyir, az qoy, tez qaynasın, bir stəkan içim, gedim, bax, elə deyir həmişə. Ona görə mən həmişə balaca çaynik almaq istəyirəm. Nə qədər balaca da alsam, yəni, bax, buradan suyu doldururuq, az qaynadırıq. Deyirəm, bilmirəm, bəlkə ondan olarmı, buraları belə rəngi dəyişir, bilmirəm. Nəyəsə, yenə çıxartdım, qışı da ilə belə bunu işlədək. Bir də baxın, burasında, boğazında ərp kimidir, görürsünüz. Bu, bilirsiniz, məncə nədəndir? Bu ki, qaynayır, buradan damcılar əmələ gəlir, damcılıya düşür. Bizim suyularımız, yəqin ki, ərpli sudur, ona görə bura ərplənibdir. Bilmirəm, indi nə qədər burada görünür. Burasında, bax, boğazında ağ ərp kimi var. Bir də qapağının burası görürsünüz, ağrıda. Bax, bunu mən nə qədər sürtürdüm, keçən yenə gətirdim, yadıma düşdü. Burası bütün belə ərpdir. Onu ilə təmizləmək olar, özüm də bilmirəm. Bəzən izləyicilər mənə rəydə yazırlar və yaxud nəinki mənə, yəni kim bilirsə məsləhət görsün. İndi kim bilirsə mənə də məsləhət görsün, mən bu ərpi buradan nə ilə təmizləyim. Hələ bir gündə çıxartmışım, yəni beləncə olmuşdu da. Nə qədər sürtürdüm xanımlar. Çox da dəmirlə falan sürtməkdə qorxuram ki, şüşə cızılmasın da hayıfdır. Baxın, görürsünüz, yenə dibində su biraz. Belə xanımlar. Çıxışımı bitirdim, yandırım onu. Axşam deyirəm ki, bunun altını çox yandırmayın da, az olsun.
Rafter onda o balaca gözə qoymaq lazımdır. Onu o nə qədər çox dayandırsan üzə çıxmır. Amma bu farsonka böyük həcmdədir. Baxın bu böyükdür. Belə xanımlar. Kələm dolması eləmək istəyirəm. Axşam ət daldı, aldırdım da Rafa. Dedim, "Vəsə, belə olmaz." Əslində bunlar təmizdir. Mən niyə gətirib belə bura qoymuşam? Bunlardan götürüm yuyum, qabın hissəsinə aparım, həyətə qoyum. Hava sərindir, xarab olmaz. Yuyum, meyvə qabıma qoyum. Yuyub bunu yıxacam xanımlar. Həyətdə xurma da var. O xurmanı mən xoşlamıram meyvənin o pişkinə qoymağı. Çünki o yumuşaq xurmadır. Onu ayrıca boş qaba qoyuram. Özdə onu yummamağa çalışıram. Yuyulur, qalır, yeyilmir. Tarixan qabın dibində su əmələ gəlir, şirəli belə bir su əmələ gəlir. Ona görə yumaq istəmirəm. Ona görə o xurmanı mən o yumuşağı eləcə qoyuram. Kim yeyəndə bilir ki, mən demişəm, bilin ki, o yuyulmayıbdır. Belə axşam da əti doğradım. Bu mənim ət taxtamda yudum. Dedim, götürməyəcəm, qoy havada qalsın. Belə xanımlar. Qazanımda dolma bişirək. Görək nə tər pişəcək. Bu əti çıxartdım, bunu çəkəcəm. Birinci fikirləşdim ki, içində quyruq da var. Buna uyğun quyruğu da bura qoydum. Qalanını da tiki ilə qoydum. Baxırsan ki, yəni, nə bilim, çox bahadır hər şey. Biz həmişə Raf belə bütöv qoyun alıb deyə çox vaxtlar elə istifadə etmişik. Bəzən 1-2 kilo belə 1-2 kilo, yəni bir 3-4 dənə əti də alırdı nəyisə lazım olduqca. İndi elə bir baxırsan ki 100 manat verdin, 100 manata nə ət düşür, bir damcı. Baxırsan, deyirəm Raf, axır deyirəm bəlkə də bizə səhv veriblər, Raf deyir, yox. Yəni 19 yox. 19 yox, oradan deyil. 18 manat idi deyəsən kilosu. Hə, 18 manataydı. Yəni 100 manata nə ət düşür ki, bir damcı inanırsınız xanımlar. Bir iki tikə də götürdüm. Bir də 2 dənə böyük belə sümük lap lütlədim. Yəni üstündə ət də qalmadı. Dedim atım, Raf dedi ki, yox qaynadarsan. Başqa sümüklər də var idi bizdə evdə, qoyun ətinin sümükləri var. İri. Onunla bir yerdə qaynadıb bir dəfə boş edərəm onlardan, yəni bulyondan. Yəni heç çox bahadır. Hər şey o qədər bahadır ki, baxırsan ki, Raf deyir, hədə onu deyim ki, Rafla keçmişdim də ət almağa. Deyir, 2 dəfə də ət almağa keçmişsən, sənə belə baha gəlir. Elədir də deyir, belədir. İndi deyirəm ki, bunu çəkim. İstəyirəm bu gün həm kələmdə olması büküm, həm yarpaqda olması büküm qoyum buzluğa. İndi yenə də baxaram. Amma indi də bir fikir ağlıma gəldi, başıma gəldi ki, çəkimədi, kələmdə olmasını edim. Biraz da götürüm çəkilmişdən. Bir dəfə oraya xəngəl edim də, mantı tabarkamda bir dəfə mantı bişirim. Bilmirəm, indi baxaram da xanım, yenə fikrim nətər dəyişsə, nətər olsa. Əsas kələmdə olması, elə bir ki, özüm istəyirəm. Dedim, kələm alaq, ət alaq. Belə xanımlar, onlar edəcəm indi inşallah. Qaynadı. Qaynayandan sonra belə açın. Sizdə də mənimki kimi olursa, çaynikdən su belə pis tökülür. Əslində bugün istəyirik, Rafa dedim, qaynanamı gətirsin, qaynım gildədir. Sultəpədə, böyük qaynım gildədir. Uşaqlar deyik, nənə getməyibsə gəlsin də, gətirin də ayını. İndi görə bəlkə bunu gətirdik. Qaynım qoymadı getməyə kəndə, böyük qaynım. İnşallah görək bugün Rafa deyim gətirək. Meyvə yudum. Əlavə etdim meyvə qabına, belə. Qəşəng oldu, səliqəli belə içində. Digər meyvələrdə həyətə apardım ki, soyuducuya qoymuyorum. Hava sərindir deyə həyətə apardım. Əslində günəş çıxdı. Günəş çıxdı. Amma yenə də qışda da dekabrın ortalarıdır. Belə bunlar buradadır. Hələ ki, indi cəsur yeməyini yesin, başlayacağım belə. Bir axşam qoydum. Əslində əti bir sıxanla bərkəndə buzluqdan çıxandan sonra çəkilən ət daha rahat olur. Nə çox boş olmasın, nə çox da daş kimi də olmasın buzlu. Orta belə olanda maşından rahat çəkilir. Bilmirəm, necə onu bilirdiniz, yoxsa yox. Ona görə buzluğa qoydum ki, səhərə biraz bərk olsun, biraz. İndi yuyub çəkəcəm xanımlar. Kələmim də dursun və oğluşum yemək yesin, görək nə yiyəcək. O yesin, sonra mən işlərimi davam edirəm. Başqa nə etdim?
Hə də getdim, soğanı gətirdim, o xurmanı gətirdim. Sonra bir banka pomidor gətirdim, dolmaya əlavə edəcəm. Sonra limonlu suyumu hazırladım. Bu qazanımı da yudum. Hə, bir də şampunum ucu qutardı. Dibində çox damcı qaldı, gəlmir. Onun içinə su əlavə edim, çünki dibi gəlmir ucu. Belə dəndə dəsmal çıxartdım. İndi bu dəsmal bugün əlimdə ətli iş görürəm. Onu istifadə edim. Onu atıb sonra bunu istifadə edəcəm. Bir həftə əziyyət çəkəcəm əlim örgəşənə qədər. Çox təzə olanda xoşlamıram mən xanımlar bu dəsmalları. Hərənin bir xüsusiyyəti var da, mən də bir əlimə yatmır. Elə bilirəm ki, nəsə təmiz etmir. Çalışıram qaynar suyla çox yuyuram ki, yumşalsın, əlimə yatımlı olsun. Hə, qap şampununu doldurdum xanımlar. Buna hələ istifadə etməmişəm, görək necə olacaq. Belə, bu da şampunumuz. İndi bunu aparım həyətə. Həyəti süpürməyinə süpürmüşəm xanımlar. Çıxdım, bunları gətirəndə birinci həyəti süpürdüm. Paltarlarım var. O tərəfdə uşaqların pastel üzləridir. Sonra divanın üzlərini də yumuşam, rəngli paltarlar da var. Dünən yuyulub bunların hamısı, amma uşaqların yatağını səhər yudum. Digər ipdən sərdim. Yaxşı, Allah üzümə baxdı. Mən sərində bozduğu idi, indi hava açılıbdı. Hanımlar, iş görə-görə çəkə bilmirəm. Çünki iş görə-görə söhbət də eləməliyəm. Oğlum gidir, gəlir, söz deyir. Ondan sonra elə çəkiliş edəndə sonra montaj vaxtı kəsirəm, doğrayıram. Mənasız alınır da, yaxşı alınmır. Ona görə işlərimi görürəm, belə sonra çəkirəm sizlər üçün. İnşallah ki, severək izləyənlər üçün maraqlı olar, anlayarsınız, anlayışlı yanaşarsınız əzizlərim. Göyərti təmizlədim. 2 dəstə bir kişniş bir şüyüddü, hərəsinin yarısını. Dəstələr iri idi, ona görə bir dənə bütöv belə şüyüddü demək olar. 2 dənə də bütöv kişnişdi. Onları təmizlədim, su qoydum, buna duz da əlavə edək xanımlar. Kələmimi təmizlədim, düzdür yumadım, üz qabığını 2-3 qat belə soydum. Amma soğanları soydum, yudum. Soğanın hamısı ətə getməyəcək. Birini sonra hazırlayanda sizə göstərəcəm. Üzərinə edəcəm, yax soğan edəcəm. Bu durmur. Hə, belə duz əlavə eləyək. Tuz bankasını da doldurmaq lazımdır. Doldurum. Belə suyuna duz əlavə edirəm ki, kələm dadsız olmasın xanımlar. Bilmirəm də siz edirsiniz, etmirsiniz. Belə, bəsdir bu qədər. Kələmi də pörtdətdim, birini pörtdətdim. Çünki baxdım, o yarpağı çox oldu da. Ona görə buna dəymədim. İndi hələ tam götürmürəm. Hələ qazanda dursun, kələmdə dursun. Birdən lazım ola bilər. Kələm yeyirdim. Baxın, əti də yudum. Burada ət çoxdur xanımlar. Hamısını ət çəkəndən çəkəcəm. Yarısını götürüb buzluğa qoyacağım. Yarısını da kələm dolması edəcəm. Soğanı iri hissələrə ayırdım. Göyərtini yudum. Baxın, kələm bu qədərdir. Görürsünüz nə qədərdir. Elə qazan da bu boyda. Dedim da bu qədər bəsdir də məncə. Bu soğanla da pomidoru qovuracam. Yəni belə bu qədər. İndi əti çəkim, sonra da başlayıb bükəcəm xanımlar dolmanı. Yəni nələr də içinə əlavə edəcəm? Hə, onu da çəkərəm inşallah. Onu da çəkərəm, unutmasam. Əti hazırladım. İndi tez bunları da doğrayım. Başlayım da bükməyə. Əti çox etmədim. Yəni qazanıma uyğun dedim edim. Elə də balaca qazan deyil əslində. Amma yəni dedim bundan çox olmasın da. Baxın belə. Burada deməli ətlə quyruq qarışıq idi. Quyruğu az idi. Yəni quyruqdu biraz. Sonra düyüdü yarım stəkan qədər olar. Duz, istiot, sarı kök, kəklik otu. Soğanı, bir də 2 xörək qaşığı qədər belə qatıq da əlavə etdim. Mən sosial şəbəkədə bir mətbəx belə sifarişlər qəbul edən bir xanım var. O demişdi ki, dolmalara qatıq əlavə edəndə yaxşı olur. Belə bizim də qatıq camış qatıq idi. 2 xörək qaşığı əlavə etdim qatıq. Sonra soğanı da ətdən sonra çəkdim. O soğanın suyunu sıxdım, atdım ki, dolmaya acılıq verməsin və əlavə yarım stəkanı qədər su tökdüm bura. Düyünü dedim. Göyərtini də elə maşından çəkdim xanımlar. Doğramadım. Göyərtisi elə bir ki çox oldu. Görürsünüz belə yaşlı daha çox rəngi çəkir. Belə bu ətimizi bu dəfə belə hazırladım. Yəni evdə olanlardan kişniş süd vardı deyə hər ikisindən əlavə etdim.
Hə, belə əzizlərim, bir də başlayım tez bunları doğrayım, büküm. Xanımlar, dolmaları belə bükdüm. Baxın, bu sona gələndə bunlar biraz yekə olur da, belə necə deyim, o kələmləri bükmək olmur. İki hissəyə ayırsam, ümumiyyətlə belə qabarıq-qabarıq, qırıla-qırıla bükülür, rahat olmur. Bütöv dedəndə belə iri kimi alınır. Bu hissələr qaldı. İndi bunları da qazanın dibindən qoyacağım. Bunu bükmək olmur. Görürsünüz, belə bükmək olmur. Başını da kəsirsən, balacadır, qırılır. Əslində ətim biraz da qaldı xanımlar. Tənbəllik etməsəydim, o bir kələmin bir 3-4 yarpağını pörtətmək olardı, amma istəmirəm nəsə. İndi qazana yığaq, görək necə alınır. Bunları yerləşdirim qazana, görək çoxmu boş qalır. Əslində biraz boş qalsa yaxşıdır, yəni pişərkən daşmasın. İndi bunu yerləşdireyim, Allah eləsin, bununla tamamlansın. Onu da elə buzluğa ataram da, onsuz da istifadə olunar nəyəsə. Xanımlar, burada da kərə yağında soğanı xırda-xırda bacardığım qədərlə tez əlimdə doğradım. Deməli, mənə bəzən izləyicilər kələm dolmasında yazırlar ki, Sevinç xanım, yağ soğan edib dolmanın üstünə əlavə edəndə də dadlı olur. Bir xanım yazmışdı ki, pomidoru yağda qızardıb əlavə edəndə qəşəng olur. Bilirəm xanımlar, indi düzdür, bax bu ilk dəfədir mən edirəm, amma düşünürdüm ki, uşaqlarımı sevməz, belə ona görə heç vaxt etmirdim. Bu üsulu mənim mamam heç vaxt belə etməyib. Mənim rəhmətli Güllü nənəm, atamın anası, mamamın da bibisidir də. Nənəm, Güllü nənəm həmişə dolma bişirəndə soğança edərdi, xanımlar içinə tomat əlavə edirdi. İndi belə pomidor yox da tomat əlavə edirdi, qızardırdı, dolmanın üzərinə tökürdü. Yəni mən nənəmdən qalmışam deyə, nənəmlə olurdum deyə mən görürdüm də. Nənəm həmişə elənçə edirdi xanımlar. İndi mən də ilk dəfə belə edəcəm. Düşünürəm ki, evdəkilər də yeyərlər, bəyənirlər. Çox yox, bu bankanın yarısı qədər pomidor məncə töksəm bəsdir. Çünki ətə də tomat vurmuşdum. Bu dəfə həm izləyicilərimin istəyi olsun, sağ olsunlar, məsləhətləri üçün, gözəl fikirləri üçün, faydalı fikirləri üçün, həm də özüm də yəni belə görmüşdüm, belə bilirdim, amma sadəcə olaraq etmirdim. Qız soğanı xoşlamırdı ya, nə bilim, düşünürəm bu pişib itər içində. Kələm dolmanı da belə götürərəm, yəni üzündə heç nə olmadan Nurayın payını elə çəkərəm. Belə, düzü bilmirəm deyini necə qarşılayarlar uşaqlar, gündə bir fikrə dolurlar xanımlar. Dolmamda belə qəşəng bir qazan alındı xanımlar, baxın belə. Artıq əti də götürdüm, qoydum buzluğa, eybi yox. Mantı edəndə içinə əlavə edərək bir damcı ətdə də, içində biraz duyu var da, olsun. Belə. Dəmirin də altını yandırmışam, dəmirin üstünə qoymuşam xanımlar qazanı, baxın. Belə. Bunu da əlavə edin və mətbəximin hal-hazır ki halı. Hələ yarpaq da büksəm, buralar elə belə qalasıydı. Baxın, belə qablarım. Burada biraz pencər var idi. Gördüm, acmışam. Səhər heç nə yeməmişdim də xanımlar. Kofe içdim pendirlə. İpsiyo. Pencəri isitdim. Üzərinə də qatıq əlavə etdim. Eləcə çörəksiz belə yedim. İndi bunu hazırlayım. Üstünə əlavə edim xanımlar. Çayniki yerinə qoyum. Plitəni səliqəyə salın. Keçin bu tərəfə qabları yumağa. Bu hazır olsun sonra. Pəncərəni açaq xanımlar. Yağ soğanın iyisi getsin. Yağışlar da qutardı. Görəsən yenə yağarmı? Pəncərəni də silmək lazımdır. Baxın nə vəziyyətdədir. Dedim bugün yağar, şükür bugün yağmadı. Pəncərə sabah yağmasa, sabah pəncərəni silmək olar.
Mən deyirdim qazanı elə alım balacada gündəlik istifadə etmək üçün. Düzdür, istifadə edəcəm, amma elə də balaca deyil xanımlar. Prosta mağazində bilirsiniz, orada hər şey parıldayır qazanlar. Özdə lap böyükləri də var da, kekə. Adamın gözünə orada balaca gəlir. Adamın gözünə orada prosta balaca gəlir. Yaxşı belə böyükdür. Yekədir, həcmlidir. Belə. Ya bundan da artıq lazım deyil. Yaxşı. Yəni kələmi əslində pörtətsəydim, bu üstündə qoyduğum 5-6 dolma ilə bir dənə bir cərgə də alına bilərdi. Amma elə belə olduğu yaxşı. Çünki pişəndə qaynayır, daşır. İndi tomatını da üzərinə əlavə edəndən sonra bir dənə də boşqab qoyaram üzərinə. Belə sizlərə. Baxın, görürsünüz, bir işi görsən olur axşam. Saat 3-ün yarısıdır. Baxın, ocağa astım. Nuray da hazırlıqdan indi gəldi, kursdan gəldi. Həmişə 3 tamamda evdə olur. Deyirəm, amma nə yaxşı, 3-ün yarısı gəldi. Nəsə də alıb yeyib, deyir elə də ac deyiləm, dolma pişəndə yeyəm. Dedim, istəyirsənsə pomidorun yarısını, pomidor yumurta eləyim də sənin üçün. Dedi, yox, istəmirəm mama. Xanımlar, baxın, belə qızardı. Nə elə ağ deyil, nə qıpqırmızı da yandırmırıq. Baxın, belə yağ dağ oldu, görürsünüz, yəni ucu hazırdır. İndi bu pomidoru da açdım. Bunu yarısını tökək. Onda bir dəfə Nuraya pomidor yumurta edərəm. Bax, elə biraz pomidor tökdürür, 2 dənə də yumurtanı çalır. Baxın, misal üçün məndə o var ki, mən xoşlayıram pomidor yumurta hazırlananda böyük tavada hazırlansın. Çox həcmin dadı başqa olur da. Nuray isə xoşdur ki, pomidor yumurta pişsə də belə, ona ayrı pişsin. Deyir, mən istəyirəm mənimki biraz elə özümə uyğun pişsin, çox istəmirəm. Hərə bir cür xasiyyətə var da xanımlar, görürsünüz, hərə bir cür xoşlayır, damaq dadı. Ailədə olsaq hərənin bir zövqü var, hamı eyni deyil. Heç kəs də öz sevdiyini kiməsə məcburlaya da bilməz axı, onu yeməz axı, xoşlamır. Sadəcə olaraq məsləhət edə bilərik, öz xoşladığımızdan müsbət xüsusiyyətlərini deyə bilərik. Qarşımızdakına da uyğundursa hazırlayıb sınaya bilər. Amma məcbur yox. Mən pişirdiyim düzdür. Xanımlar, baxırsınız, hamınız mənim kimi pişirin. Elə bir şey ola bilməz. İndi bu yaxşı qızarsın. Belə qızarma olsun xanımlar. Mənə bacım yazmışdı ki, qızarsın. Qızarsın, sonra əlavə edək qazana. Misal üçün, izləyicilərimin məsləhəti ilə mən nələr etmişəm, deyim xanımlar. Qaz qızardırdım. Qabaq bir izləyicim var idi, Günəşnur xanım. Şahnaz xanımdır deyəsən. Profildə elə yazılırdı da. Şahnaz xanım mənə yazmışdı ki, biz o qaz ətini şabalıdla, belə aşqara sayağı belə pişirirlər də, yəni şabalıd, kişmişsiz amma ərik qurusu, nəsə belə yazmışdı, hansı çərəzləri əlavə etmək lazımdır. Mən Raufla məsləhətləşdim ki, bir izləyicim belə yazıb, olar, Rauf, yoxlayaq da bir dəfə də elə pişirək. Çoxdan elə pişirmişdim, xoşumuz da gəldi hamımızın, xanımlar, o qədər dadlıydı. Yəni kartuşkanın əvəzinə elə bir şabalıd tökürsən içinə, qəşəng olur. Belə, yəni onu etmişəm. Bir də mən doğanı pişirəndə çoxdan, ilk başlayan vaxtlar bir izləyici xanım yazmışdı ki, yumurtanı ki qarışdırırsınız, o zaman dedi düyünü içinə əlavə edin, yumurta ilə düyünü birlikdə qarışdırın. Onda o düyü axı parça-parçadır, yumurtanı qəşəng açır. Bax, onu mənə demişdi, mən də onu paylaşmışdım və faydalanan xanımlar olmuşdu. Yəni yumurtanı düyü ilə qarışdıranda daha tez çırpılır, daha tez açılır. Belə, bax, elə məsləhətlər olur. İndi yadımda qalan bulardı. Daha doğrusu istifadə etdiyim məsləhətlər bulardı deyə yadımda qalıbdı. Belə. Boşqabda gətirdim. Boşqabı da üstünə qoyarıq. Qoyun qazını çox eləyim. Prosta niyə çox eləmək istəmirəm? Baxın, belə hər bir şeyin üzü yanır da. Qazanların üzəri yanır. Əslində, baxın, bu tefaldır. Çox qazanlar bilirsiniz nə üçündür? Elektrik plitələr üçündür. Ki, üzərinə qaz vurub yandırmasın. O köhnə vaxt qazanları onlar dözümlü olurdu, dözürdü, yanmırdı. Amma indikilər ilə materialdan düzəldirlər ki, xanımlar, böyle alov vuran kimi yanırlar. Ona görə indiki qazanlar elə bilirsən ki, tok plitələri üçün düzəlir.
Yaxşıdır, qızardı. Məncə bəsdir bu qədər. Böyle qaynamağa başladı. Çox azacıq su əlavə etmişdim ki, dil boş qalmasın. Cızza. İndi belə eləyək də. Birincisi bunun qazını azaldaq. Qaynamağa başladı. Bunun da altını söndürək. Bir de o tərəfdən düşdü. Belə. Şu. Saat 4'e işləyib 10 dəqiqə qaynamağa başladı. Saat 4'ə kimi məncə pişib hazır olar. Belə, buralar belə normal keçirik bu tərəfə. Xanımlar, mətbəxi də təmizlədim. Qabları yudum da, sildim də, zibilə atdım da. Belə bir dənə xiyar gətirdim, bir dənə kompot gətirdim. Yeməyim də demək olar ki, hazırdır. Artıq saat 4'dür. 5'ə demək olar ki, 5 dəqiqə işləyib onu söndürə bilərəm. Burada desəniz nədir? Mənim qızım dedi ki, mən kələm dolması yeməyəcəm. Yemədi, istəmədi xanımlar. Amma acdı deyə dediyini də məcbur etdi. Mənə kartof yemək istəyirəm də yağla əzib. Başa saldı ki, yəni soğutma elə. Ona da qoy duzda vurum xanımlar əslində. Ben çaynikə qoydum, kofe ilə içəcəm. Səhər bir dənə kofe içmişəm. Sonra pencəri yemişəm, çörəksiz. Bir dənə də kofe içim, yoruldum. Çoxdur mənə yox. Kartoşka astım, Nura yağla əssin, yesin. Bu da dolmadı, Cəsur da bunu gözləyir. Bu все, söndürürəm da, yoxlamıram pişməyini, bilirəm ki, pişib. Göz haqqınızı halal edin, əzizlərim. Allah hər birinizin ruzinizi bol etsin. Canınızı sağ etsin, qazanlarınızı hər zaman qaynar etsin. Allah heç kimin gözünü, heç kimin ocağında, süfrəsində qoymasın. Hər kəsə bol-bol ruzi yetirsin. Belə qız da kartoşkası pişsin. Belə xanımlar, hələ ki bu qədər işlərimi gördüm. Pəncərə də həmişəki kimi açıq. Çünki isti olur burada xanımlar. Ya mənə isti olur, bilmirəm mən iş gördüyümə görə, yoxsa həqiqətən də istimi olur. Belə əzizlərimdən də kofeliyim için. Bir də tarelkada çıxardım onlara yeməyinə. Bunlar elə geçə boş qaldılar xanımlar. Bunları mən 1 manata almışdım. Bilmirəm, endirim idi, nə idi? Yəni qiyməti 1 manat idi. İstədim 12-dən, dedim yox, bu süfrəyə qoyulası deyil. Elə 6 dənə oldu mətbəxdə istifadə etməyə. Bəs elə 4 nəfərlikdə. İkisi də elə bir zapas kimi bəzən turşu da qoymaq olar. Nə bilim, belə. Yəni o pişi süfrə açırıqsa çox vaxt istifadə edirəm orada masanın üstündə. Turşuları buna yığıram ki, onun kənarları belə daxı suyu axmasın deyə qəşəng olur. Bir də Cəsura dolma qoyaram, Nuraya da kartoşkasına. Özümə də bir dənə koy hazırlayayım, indi qaynayır. Qaynasın, üzərinə su aldım, suyu az idi. Elə əzizlərim. Hələ ki bu qədər. İndi Cəsurun yeməyini çəkərəm. Görün boşqabda necə olacaq. Baxın, dəmir söndürmüşəm də, düzdür qaz, amma dəmir isti olur deyə. Baxın, hələ də qaynadır. Hardasa bir 5 dəqiqədə belə qaynayır.
Cəsura da yemək çəkdim. Göz haqqınızı xəyal edin əzizlərim. Mən çalışdım ki, az qoyam ki, artıq eləməsin. Bəzən deyim, amma o qədər qoyursan ki, yemək olmur. Ona görə düşündüm ki, az çəkdim. Pomidorlarını nə qədər təmizləməyə çalışdımsa, yenə pomidor qaldı üstündə. Bilmirəm, nəsə etiraz edərmi? Yeyib onun işi var, gedəcək. Belə. Bu da hələ qaynasın, xanımlar, qaynayır. Özümə də bir dənə kofe eləyim için yorğunluğum çıxsın. Kofemi də hazırladım, xanımlar. Burada kərə yağı əlavə etdim, kartuşkalar pişdim, üzərinə qoyacağım, əzərik. Tuzu az olsa duz da əlavə edərik. Siz elə edirsinizmi, xanımlar, da qəşəng olur. Yanına da pendir, turşu, belə, o da qəşəng yemək olur. Kompotu da qoyunca sonra gəlsin çörəyini yesin.